Bismillahirrahmanirrahim. Salamlayıram sizi dəyərli izləyicilər. Bugün artıq Ramazan ayının 14-cü günüdür və Ramazan ayının 14-cü günündə mən söz və vədə vermişəm dəyərli izləyicilərdən bir neçəsinə ki, məhz İmam Həsən əleyhissalamın viladəti, yəni mövludu axşamına təsadüf edir deyə mən Ramazan ayının 14-cü və 15-ci günlərini məhz istəyirəm ki, Həzrəti İmam Həsən əleyhissalamın həyatına sərf edək, həsr edək. Və dəyərli izləyicilərimizdən biri çox maraqlı bir nöqtə qeyd etmişdi. Bizə müraciətində yazmışdı ki, biz bir çox imamlar barəsində çoxlu məlumatlar eşidirik və danışılır. Amma Həzrəti İmam Həsən bizim imamlarımızın sırasında ən məzlum imamlardan hesab olunur. Həm tarixdə, həm də hətta insanlar arasında və maarifləndirici proqramlar arasında biz görürük ki, onun haqqında çox az məlumatlar verilir və biz onun haqqında daha çox bilmək istəyirik deyə müraciət etmişdilər. Mən əvvəla bu izləyicilərimizə təşəkkür edirəm ki, diqqətlə izləyiblər və İmam Həsən barəsində bu cür bir tələbdə bizə müraciət ediblər. İmam Həsənin mövluduna istəyirəm nəzər yetirək, görək tarixdə İmam Həsənin mövludu necə baş vermişdi və hansı gündə, hansı saatlarda baş vermişdi. Tarixdə qeyd olunur ki, İmam Həsən əleyhissalam həftənin bazar ertəsindən çərşənbə axşamına keçən gecədə dünyaya gəlib. Yəni, bazar ertəsindən çərşənbə axşamına keçən gün ki var, o gecədə dünyaya gəlib və Ramazan ayının 15-ci gecəsində, yəni artıq 15-ci günü hesab olunanda dünyaya gəlib və hicrətin 3-cü ilində dünyaya gəlibdir. Və maraqlı bir neçə nöqtəni qeyd etmək istəyirəm ki, bilirəm bu sizə də maraqlı olacaq. Tövratda İmam Həsənin adı Şəbbər adlanıbdır. Yəni Şəbbər ibri dilində Həsən mənasındadır. Nəzərinizdə olsun ki, niyə mən məhz bu nöqtəni qeyd edirəm? Bununla bağlı bir nəql olunmuş rəvayət var ki, əsas diqqəti ora cəlb etmək istəyirəm. Harunun böyük oğlunun, Həzrəti Harunun böyük oğlunun adı da Şəbbər idi. Bilirik ki, Harun Musa əleyhissalamın qardaşı idi və o da mənbələrə əsasən peyğəmbər idi və Musa əleyhissalam onun öhdəsinə məsuliyyət qoymuşdu və eyni dönəmdə olan iki qardaş, iki peyğəmbər idi. Və Həzrət İmam Həsənin künyəsi barəsində qeyd olunur ki, onun künyəsi Əbu Muhammed idi və ləqəbləri isə maraqlı bir neçə ləqəbləri var ki, ola bilər mömin və inancılı şəxslər öz övladlarına bu adlardan istifadə etsinlər. Ləqəbləri Seyid ləqəbi var idi, Sibt ləqəbi var idi və Əmin ləqəbi var idi. Əmin bilirik ki, həm də Peyğəmbərin ləqəblərindən idi. O çox əmin bir şəxs, yəni etibarlı bir şəxs olduğu üçün ona Əmin də deyirdilər. İndiki bizim cəmaatın arasında bu Əmin adı dəyişdirilib Emin adına çevrilibdir. Amma ərəbcədən bizə gəlmiş bir addır ki, Əmin mənasındadır, yəni etibarlı şəxs mənasındadır. Onun digər ləqəblərindən biri Höccət idi. Və Bər adında, Bər yəni yaxşılıq mənasında bir ləqəbi də var idi. Zəki ləqəbi var idi. Məşhur ləqəblərindən biri bildiyimiz kimi Müctəbadır, yəni İmam Həsən Müctəba deyirik. Bilirik ki, İmam Həsən Əskəri də var, İmam Zamanın atası. Amma onları fərqləndirmək üçün İmam Həsən Müctəba deyildiyində biz artıq bilirik ki, söhbət bizim imamımız, yəni İmam Əlinin oğlu İmam Həsəndən gedir. Və Zahid adı da məhz imamın ləqəblərindəndir. Qeyd olunur ki, bu körpə dünyaya gəldiyi zaman İmam Həsəni xanım Fatimə Zəhra ilə İmam Əli əleyhissalam sarı bir parçaya bələyirlər. Yəni onu sarı bir parçaya bürüyürlər və onu aparırlar Həzrəti Peyğəmbərin yanına. Həzrəti Peyğəmbər onu gördüyü zaman tez onlara deyir ki, məgər mən sizə deməmişəmmi körpəni sarı parçaya bürüməyin və onu ağ parçaya bürümək daha məqsədə uyğundur, daha əfzəldir. Və Əhl-i Beytin, yəni buyruqları sırasında da biz görürük ki, həqiqətən də körpə doğularkən daha çox təkid olunur ki, onun qız və ya oğlan olmasından asılı olmayaraq ağ parçaya bürüsünlər və zamanla elm özü də bunu sabit edib ki, sarı parça uşaqda sarılığı artırır və kiçik yaşlarda uşaq dünyaya gəldiyi zaman təzə vaxtlarında fizioloji sarılıq deyilən bir xəstəlik var ki, həmin o sarılığa səbəb ola bilər sarı parça. O yüzden də ağ parçaya bürülməsi təkid olunur və Peyğəmbər də buna işarə edir tarixdə. Amma elm bugün sabit edir ki, sarı parça həqiqətən də sarılığın artmasına səbəb olur. O yüzden də
onu tez dərhal ağ parçaya bürüyürlər və daha sonra uşağın adı barəsində söhbət gedir. Bundan öncə Peyğəmbərin yanına gəlməzdən öncə tarixdə qeyd olunur ki, Həzrət xanım Fatimə-i Zəhra Əli əleyhissalama müraciət edir ki, ona ad qoysun. Və Əli əleyhissalam deyir ki, Peyğəmbər olan yerdə mən ona ad qoymağa özümü layiqli bilmirəm. O yüzden götürüb uşağı gətirirlər körpəni Peyğəmbərin yanına və Peyğəmbərə müraciət edirlər. Peyğəmbər deyir ki, Əli sən ona ad qoymamısanmı? Deyir ki, yox ya Peyğəmbər, mən özümü səndən üstün bilmirəm ad qoymaqda. Və bu yerdə Peyğəmbər də bir qədər düşündükdən sonra deyir ki, mən də Allahı daha üstün bilirəm. Bu ad, yəni özümə nisbətdə Allahı daha üstün bilirəm ki, bu uşaq üçün ad qoysun. Elə bu anda Allah Təbarək və Təala Həzrəti Cəbraili məmur edir və salam göndərir. Və salam göndərir Peyğəmbərə, deyir ki, bu uşağa ad qoysunlar və onun adı Allah tərəfindən gəlir. İndi baxaq görək rəvayətdə necə qeyd olunur. Rəvayətdə qeyd olunur ki, Cəbrail nazil olur Peyğəmbərin yanına və Allahdan salam yetirir və deyir ki, Allah Taala buyurur ki, Əli sənə nisbətdə eyni ilə Harunun Musaya olan nisbəti kimidir. Yəni necə Harunla Musa qardaş idisə və Musa əleyhissalama nisbətdə Harunun məsuliyyətləri var idi, onun davamçısı idi, onun məmuriyyətlərini davam etdirirdi. Eləcə də Haruna olan nisbətiniz kimidir. Musa ilə Harunun bir-birinə olan nisbəti kimidir qeyd edir və belə isə bəs ona Harunun böyük oğlunun adını qoy və onun adı Şəbbər idi. Bu yerdə Peyğəmbər Cəbrail əleyhissalama buyurur ki, mən ərəb kökənliyəm və bu ərəb adı deyil. Ərəb dilində ona necə bir ad qoyum? O yerdə Cəbrail əleyhissalam buyurur ki, Şəbbər ərəbcədə Həsən deməkdir. Ona Həsən adını ver. Elə bu yerdə Peyğəmbər ona Həsən adlandırır. Və Həsən yaxşılıq mənasında, ehsan mənasındadır və ona Harunun böyük oğlunun adını verirlər. Tarixdə belə qeyd olunur ki, bundan sonra da İmam Hüseyn də doğulanda eyni hadisə baş verir. Eyni bu cür rəvayət nəql olur ki, o yerdə də yenə həmin söz, həmin hədis, həmin şey təkrarlanır və Cəbrail əleyhissalam İmam Hüseynin doğumunda da yenə Allah tərəfindən müjdə gətirir və Allah tərəfindən salam gətirir və deyir ki, sizin Əli əleyhissalamla Peyğəmbərə deyir ki, sizin Əli əleyhissalamla bir-birinizə nisbətiniz Harunla Musanın nisbəti kimidir. Ona görə də Harunun kiçik oğlunun adını qoy, onun adı Şübeyrdir. İmam Hüseyn üçün deyir, onun adı Şübeyrdir. Harunun, yəni kiçik oğlunun adı Şübeyrdir. Şübeyr adını ver. Yenə Peyğəmbər burada vurğulayır ki, mən ərəbəm, ərəbcədə ona necə ad verim? Deyir ki, Şübeyr ərəbcədə Hüseyn deməkdir. Bəs ona Hüseyn adını ver. Deməli, bu iki böyük şəxsiyyətin, yəni bizim əziz imamlarımızın adları da hətta Allah tərəfindən Cəbrail əleyhissalam vasitəsindən gətirilib və hətta Tövratda da bu iki ad zikr olunubdur və İbri dilində zikr olunub. Bu iki ad İmam Həsənin adı və İmam Hüseynin adı Həzrəti Harunun övladlarının adından götürülmüşdür ki, Allahın seçimi idi. Və sözsüz ki, biz tarixə baxdığımız zaman bütün imamlar barəsində bir neçə zahiri xüsusiyyətlər və onların batini xüsusiyyətləri barəsində, əxlaqları barəsində qeyd olunub. Bu dəfə dünyaya gəlişi barəsində danışdıq deyə mən istəyirəm bir neçə zahiri xüsusiyyəti barəsində qeyd edim ki, qeyd olunur ki, İmam Həsən körpə ikən elə dünyaya gələndə ağ dərili və qırmızı yanaqlı bir uşaq idi və onun iri və qara gözləri var idi. Və qeyd olunur ki, hətta o bir qədər yetkinlik dövrünə çatdıqdan sonra həmişə cavan vaxtlarında saçları həmişə uzun olurdu və o xizab edirdi. Saçlarını və saqqalını xizab edirdi, zil qara rəngdə saç və saqqalını xizab edirdi və qeyd olunur ki, onun həmişə saçları uzun olurdu. Və tarixdə bir fakta qeyd olunub ki, o yəni çiyin, boy, buxun
yuxarı ətraflar cəhətdən peyğəmbərə bənzər bir şəxs idi. Tarixdə bu xüsusiyyətlər qeyd olunub onun barəsində və qeyd olunur ki, hətta kiçik yaşlarında peyğəmbər o qədər məhəbbət bəsləyirdi ki, İmam Həsən əleyhissalama onu oynadırdı, qucağında və çiynində gəzdirirdi və hətta onun ağlamağına o qədər həssas idi ki, tarixdə belə bir fakt qeyd olunub ki, peyğəmbər günlərin birində minbərdə əyləşmişdi və insanlara minbər edirdi, yəni moizə edirdi. O anda İmam Həsənlə İmam Hüseynin ağlamağını eşidir və dərhal minbəri, moizəsini dayandırır və aşağı enir və başlayır onları sakit etməyə. Onlar sakitləşdikdən sonra qayıdır yenə də öz minbərinə, moizəsinə davam edir və başda belə vurğulayır ki, onların ağlamağına çox taqətsizəm. Bu iki körpə, bu iki uşaq ağladığı zaman elə bilirəm ki, ruhum bədənimdən ayrılacaq. Yəni o dərəcədə özümü narahat və pis hiss edirəm. Bu həm də bizə, bugün biz valideynlərə də bir nümunə, bir örnəkdir ki, məsələn, Ramazan ayı ilə bağlı bir neçə ibadi məsələlərdə bir də görürsən ki, valideynlər hansısa bir Quran tilavətində və yaxud namazda və yaxud hər hansı bir ibadi məsələləri icra etdikləri zaman uşaq ağlayanda acılayırlar. Uşağı, məsələn, sakit etmək əvəzinə, onu aram etmək əvəzinə onu özlərindən uzaqlaşdırmağa, acıqlanmağa çalışırlar ki, bu da uşaqların dinə nisbətdə soyumalarına səbəb olur. Halbuki biz Peyğəmbərdən görürük ki, Peyğəmbər hətta nəql olunur ki, uşaqlar ağladığı zaman cəmaət namazını belə tez-tez qıldırırdı ki, uşaqları aram etsinlər, uşaqları sakitləşdirsinlər. Bir neçə yerdə biz yenə görürük ki, İmam Həsənin barəsində Peyğəmbər sallallahu aleyhi və səlləm onu çiynində oynadaraq, hətta Əbu Hüreyrədən hədislərdə var ki, onu çiynində daşıyır, oynadır, nazlayır qucağında və deyir ki, hər kim məni sevirsə, gərək Həsəni də çox sevsin. Və hər kim onunla pis rəftar etsə, sanki mənimlə pis rəftar etmişdi. Və sözsüz ki, tarixdə biz onun məzlumiyyətini də görürük ki, öz həyat yoldaşı tərəfindən əziyyət olunur və şəhadətə yetişir. Mən istəmirəm ki, bu gözəl günlərdə bu nöqtələrə toxunaq, amma tarixdə çox öz ümməti tərəfindən, öz yaxın və əzizləri tərəfindən zülm görmüş bir şəxs kimi tanınır Həzrət İmam Həsən. Məhz bizim tamaşaçımız da bu üzdən müraciət etmişdi ki, biz İmam Həsəni adı az zikr olunur deyə eyni tarixdəki məzlumiyyəti ilə bugün də görürük. O yüzden istəyirik ki, onun haqqında çox maarifləndirici şeylər olsun. Mən bugün bunlarla kifayətlənirəm. İstəyirəm ki, gələn dəfə İmam Həsən əleyhissalamın həyat tərzinə, yaşayış tərzinə bir nəzər edək və baxaq görək bizim imamımız hansı tərzdə, hansı şəkildə yaşayırdı və hansı əxlaqa xüsusiyyətlərə malik idi. İnşallah ki, Allah Taala bizi bu dünyada İmam Həsənin ziyarətindən, axirətdə isə şəfaətindən bir nəsib etməsin. Sizi bu münasibətlə təbrik edirəm və inşallah sabah Mövlud günündə görüşmək ümidi ilə Allaha əmanət olun.